Salam, bugün sizinlə xərçəng müalicəsindəki bəzi, necə deyim, həqiqətən heyrətamiz yenilikləri bölüşəcəyik. Elə şeylər var ki, elə bil elmi fantastikadan gəlib. Təsəvvür edin, alimlər artıq xərçəng hüceyrələrini kimyaterapiyasız sadəcə başqa cür proqramlaşdıraraq normal, sağlam hüceyrələrə çevirməyə çalışırlar. Bu əsl inqilab ola bilər. Bəli, salam. Mövzularımız çoxdur bugün. Sizin də qeyd etdiyiniz kimi, hüceyrələri təmir etməkdən tutmuş, bədənin öz müdafiə sistemini, yəni immun sistemini gücləndirən müalicələrə, ultrasəslə şişləri məhv edən texnologiyalara, hətta fərdi peyvəndlərə qədər. Gəlin baxaq görək, bu məlumatlardan ən vacibləri hansılardır? Başlayaq elə bu hüceyrənin yenidən proqramlaşdırılması ilə. Cənubi Koreyada KAIST alimləri süni intellektlə, adı da Benindir deyəsən buna, cəhd edirlər. Bu nə dərəcədə realdır, yoxsa hələ çox uzaqdır? Hələ ki, təbii ki, təcrübə mərhələsindədir. Amma yanaşmanın özü, əsas ideya çox fərqlidir. İndiyə qədər əsas məqsəd xərçəng hüceyrəsini öldürmək idi. Çox vaxtda bilirsiniz, sağlam hüceyrələr də zərər görürdü. Bəli, kimyaterapiyanın yan təsirləri. Məhz elə. Burada isə ideya fərqlidir. Hüceyrəni öldürmək yox, onu elə bil düzəltmək, normal işləməyə qaytarmaq. Əgər alınsa, yan təsirsiz müalicə demək olar. Maraqlıdır. Elə bil kompüter proqramını düzəltmək kimi. Amma daha klassik yollar, yəni dərmanlarla bağlı yeniliklər necə? Məsələn, bu antikor dərman konjugatı, ADC deyirlər, Datroslay adlı bir dərman. Bu necə işləyir? Hə, ADC-lər çox ağıllı dərmanlardır. Belə təsəvvür eləyin, bir növ hədəfə yönəlmiş raket kimidir. Antikor hissəsi gedir xərçəng hüceyrəsini tapır, ona yapışır və özü ilə daşıdığı dərmanı birbaşa o hüceyrələrin içinə buraxır. Yəni çox hədəfli. Bəli, çox dəqiq. Datroyda bu prinsipə əsaslanır, Amerikada müəyyən ağciyər xərçəngləri üçün təsdiq alıb. Bir də başqa bir yanaşma var, radioligand terapiyası. Məsələn, lutesium 177 neodibiyem-1. Burada da radioaktiv maddə xüsusi molekullarla birbaşa şişə çatdırılır. Prostat, döş xərçəngi, hətta beyin şişi olan glioblastoma üçün sınaqlar gedir. Deməli, əsas trend daha dəqiq, daha az zərərli olmaqdır. Bəs bədənin öz gücü, immunoterapiya. Orada deyəsən əsl canlanma var. Düzdür, immunoterapiya son illərin bəlkə də ən böyük uğurudur. Yəni, bədənin öz immun sistemini oyadıb xərçəngə qarşı yönəltmək. Məsələn, Avstraliyada Nadina adlı bir sınaq çox diqqət çəkib. Melanoma xəstələrinə əməliyyatdan əvvəl immunoterapiya veriblər. Nivolumab və ipilimumab kombinasiyası. Əməliyyatdan əvvəl? Bu maraqlıdır. Hə, əvvəl. Və nəticə 12 ay ərzində xəstəliyin təkrarlanmaması göstəricisi, əvvəlki standart müalicədə təxminən 57% idisə, bu yeni yanaşma ilə 84%-ə qalxıb. Bu çox ciddi fərqdir. Deməli, əməliyyatı gözləmədən daha tez müdaxilə etmək çox effektiv ola bilir. Vau, 84% bu həqiqətən çox böyük fərqdir. Başqa nələr var bu immunoterapiya sahəsində? Bu yaxınlarda böyük bir onkologiya konfransı oldu, ASCO. Orada da çox maraqlı məlumatlar açıqlandı. Məsələn, pembrolizumab, yəqin çoxları Keytruda adı ilə tanıyır. Bu dərman baş boyun xərçənglərində 5 illik sağ qalma şansını demək olar ki, 2 qat artırıb. 2 qat? Bəli. Sonra Lifileucel deyə bir hüceyrə terapiyası var, bir dəfəlik tətbiq olunur. Metastatik melanom üçün yeni bir ümid kimi görünür. Hətta əvvəllər əsasən qan xərçənglərində işləyən CAR-T hüceyrə terapiyası var idi. İndi onun mədə, glioblastoma kimi bərk şişlərdə də yoxlayırlar. İlkin nəticələr, deməli, ümidvericidir. Quslanmış, yəni bir nöqtəyə yönəldilmiş, yüksək güclü ultrasəs dalğaları istifadə olunur. Bu dalğalar toxumanın içində çox kiçik, mikroskopik qabarcıqlar yaradır. Bu qabarcıqlar ani şəkildə partlayır və ətrafdakı xərçəng hüceyrələrini mexaniki olaraq məhv edir. İstili yox, kəsi yox, sadəcə mexaniki təsir. Elə bil partladırlar. Bir növ bəli. Hazırda qaraciyər şişlərində tətbiq edilir İngiltərədə. Gələcəkdə böyrək, mədaltı vəzi kimi orqanlar üçün də planlaşdırılır. Görünür, texnologiya hər sahədə köməyə gəlir. Bəs diaqnostika, xərçəngi daha tez, daha dəqiq tapmaq üçün nə yeniliklər var? Əlbəttə. Diaqnostika da çox vacibdir. Məsələn, maye biopsiya deyilən bir şey var. Çox sadə, qan analizi ilə qanda dövr edən şiş DNT-sini tapmaq mümkün olur. Buna ctDNA deyirlər. Qan analizi ilə?
Bəli, bu, məsələn, ağciyər südvəzi xərçənginin genetik xüsusiyyətlərini çox tez öyrənməyə imkan verir. Və həkim dərhal bilir ki, hansı hədəfli dərman daha effektiv olar. Yəni, fərdi müalicəyə çox kömək edir. İngiltərədə isə, bilirsiniz, mRNA texnologiyası COVID peyvəndlərindən sonra çox məşhurlaşdı. İndi həmin texnologiyalar fərdi xərçəng peyvəndləri hazırlamaq üzərində işləyirlər. Artıq klinik sınaqlara başlanıb. Fərdi peyvənd hər xəstə üçün ayrı? Bəli, şişin özünə uyğun. Bütün bu yüksək texnologiyalar bir yana, mənbələrdə həyat tərzi, məsələn, idman məsələsi də vurğulanır. Bəzən unuduruq bunu. Ümumi ölüm riskini deyək ki, 37%-ə qədər, xərçəngin təkrarlanma riskini isə təxminən 28% azalda bilir. Bu rəqəmlər inanın ki, bəzi dərmanların effektivliyi ilə müqayisə oluna biləcək səviyyədədir. Yəni, texnologiya vacibdir, amma sağlam həyat tərzi də mübarizənin əsas hissəsidir. Yaxı, bütün bu məlumatları ümumiləşdirsək, əsas nəticə nədir? Nə demək olar? Əsas tendensiya məncə aydındır. Biz daha hədəfli, yəni birbaşa xərçəng hüceyrəsinə təsir edən, daha fərdiləşdirilmiş, yəni hər xəstənin öz şişinə uyğunlaşdırılmış və əlbəttə daha az yan təsiri olan müalicələrə doğru gedirik. İstər hüceyrəni düzəltmək olsun, istər immun sistemini gücləndirmək, istər dəqiq diaqnoz qoymaq, istərsə də bu ultrasəs kimi kəsiksiz üsullar. Hamısı eyni məqsədə xidmət edir. Bəli, hamısı xərçənglə mübarizəni daha təsirli və xəstə üçün daha dözümlü etməyə yönəlib. Gələcəyə baxsaq, süni intellektin rolu daha da artacaq. Bütün bu genetik, molekulyar məlumatları analiz edib, hər xəstə üçün tam fərdi proqnozlar, müalicə planları hazırlayacaq yəqin ki. Bu qədər sürətli irəliləyişi görmək həqiqətən də ümid verir. Sonda bir sual qalır ağlımda. Bütün bu texnologiyalar təkcə xərçəngi yox, ümumiyyətlə bizim sağlamlığa, xəstəliklərə baxışımızı necə dəyişə bilər? Gələcəkdə bizi nələr gözləyir? Bu haqda düşünmək doğrudan da maraqlıdır.